Psixoloqam və indi sizə etdiyim ən qeyri-etik şeyi deyəcəm. Bunu edəndə hələ ki psixoloq deyil idim. Şükürlər olsun. Mən məktəb vaxtından bəri psixologiya ilə maraqlanırdım. Psixoloji kitablar oxuyurdum, insanları analiz etməyi sevirdim. Bədən dili haqqında filan da oxuyurdum. Ümumiyyətlə hər şey oxuyurdum insanlar haqqında və insanları analiz eləyirdim. Mənim bir dəftərim var idi. O dəftərimdə ətrafımdakı insanları analiz edib onlar haqqında olan fikirlərimi yazırdım. Psixoloji olaraq təxmin eləyirdim ki, kimdə hansı pozuntudur, nədir, nə deyil. Uşaq idim, yəni məktəbdə oxuyurdum. Bu dəftərim haqqında bir-iki nəfərin xəbəri var idi, amma hər kəsin xəbəri yox idi. Və sonra bu dəftərim itdi. İçində adlar yazılıb, altında hansı səbəbə görə nə düşündüyüm yazılıb. Kim tapdı, necə itdi bilmədim. Amma çox şükür ki, sonradan orada yazdığım şeylər haqqında da məlumat heç yerdən eşitmədim. Amma məncə bu çox qeyri-etik idi. Yəni insanlardan soruşmadan, onların xəbəri olmadan onları analiz etmək çox qeyri-etik idi, bəli, amma uşaq idim, yəni 13 yaşım falan var idi. Məncə bağışlamaq olar. Bağışlayıram özümü. Bağışlamaq olar.